Salam hörmətli izləyicilər. Bildiyiniz kimi dünən mən getmişdim Sabunçu xəstəxanasına. Yəni ora xəstəxana deyiləsi ad deyildi. Yəni ora bildiyimiz cəhənnəmdir. Bildiyiniz qəssabxanadır. Yəni insanları diri-diri orada öldürürlər, iynə vurub yatızdırırlar. Mən orada 5 dəqiqə qaldım. Həmin xəstəxanada 5 dəqiqə qaldım və o 5 dəqiqə mənə bəs elədi ki, həmin xəstəxanada nə hoqqalardan çıxdığını canlı şahidi olun. Həmin o Sabunçu qəssabxanasında insanlara heç bir dəyər verilmir. Yəni bunlar insanlarla heyvan kimi davranırlar. Sanki xəstəxanaya gələn bizim vətəndaşlarımız yox, heyvanlar gəlir. Və həmin 5 dəqiqə ərzində xəstəxanaya bıçaqlanan kim, ölən kim, ağır vəziyyətdə kim, kimlər ki gəlib, dərhal yəni canlı şahidi olmuşam. Onları xəstəxanadan ya qovublar, ya polis çağırıblar, ya bildiriblər ki, biz sizə baxmırıq. Açıq şəkildə. Yəni pulu verirsən, sənə baxacaqlar. Pulun yoxdursa, sən orada iynə vurub, səni yatıstırıb öldürəcəklər. Təsəvvür edin, həmin xəstəxanaya bıçaqlanan bir adam girir və başlayır xahiş eləməyə, yalvarmağa ki, onun həyatını xilas eləsinlər. Lakin həkimlər və tibb bacıları, tibb işçiləri buna bildirirlər ki, get öz növbəvi gözlə, get növbəyə dur. Yəni adam qan içində ölür, ölümlə üz-üzədir. Buna bildirirlər ki, get çay iç, get biraz dincəl, sonra sənə baxarıq. Və həmin ərəfədə o həmin həkimlər, vicdansız həkimlər polis çağırırlar. Polis gəlir həmin o bıçaqlanan insanı, yəni tibbi baxışdan keçməmiş aparırlar polis bölməsinə. Həmin o xəstəxanada həkimlərmi, polislərmi, vətəndaşlara pul gəlir kimi baxırlar. İndi isə keçək əsas məqama. Deməli, həmin xəstəxanaya bir yaşlı kişi daxil olur və o da başlayır yalvarmağa ki, ona tibbi yardım göstərilsin. Çünki onun bədənində ağrılar var, o dözə bilmir və yenə də həmin xəstəxananın işçiləri buna bildiriblər ki, artıq buna bildirməyiblər ki, get növbəyə dur. Buna bildiriblər ki, dur cəhənnəm ol xəstəxanadan. Təsəvvür edirsiniz, insan gəlir xəstəxanaya kömək istəyir. Bizim həkimlərimiz buna deyirlər ki, dur bas bayra. Həmin o vətəndaş başlayır ağlamağa, yalvarmağa. Yəni görünürdü ki, o ağrılara dözmür. Lakin həmin xəstəxananın işçiləri, təhlükəsiz işçiləri gəlir həmin vətəndaşı döyürlər və zorla xəstəxanadan qovmağa başlayırlar. Mən həmin an bu öz başınalığa dözməyib başladım həmin bu hadisəni lentə almağa. Və həmin an həmin o işçilər, boynu yoğunlar, onlar işçi deyil, yəni onlar quldurdur, onlar cinayətkardır. Düşüblər mənim üstümə. Başladılar məni orada təhqir eləməyə, əlimdən kamera almaq istədilər, lakin onu bacarmadı, çünki video indi yayılacaq. Və onlar görəndə ki, mənimlə bacarmadılar, gedib polis çağırıblar. Polisi çağırıblar, məni orada dostlarımla aparıblar polis bölməsinə. Həmin o 2 nəfər xəstəxananın təhlükəsiz işçiləri gəlib üzümə durublar. Yəni onlar, hamı onların üzünə diqqətlə baxsınlar da, onlar üzə durandırlar. Onlar cinayətkardırlar və onlar hələ kiçik cinayətkardlardır. Yəni orada əsas cinayətkarlar həkimlərdir, baş həkimdir və ən əsas deməli cinayətkar Səhiyyə naziri Oqtay Şirəliyevdir. Çünki bu cür biabırçı səhiyyəni həmin insan yaradır. Aç. Bu xəstədir, bu xəstədir. Buna skor lazımdır. Aç, bunun dərdi var.
Skor çağır. Reanimatör bakacaq ona. Məsləhət bilsə reanimatör. Nə deyirəm, baxsan deyirsən burada təcili bir şey yoxdur, amma görsətmir. Deyirəm ki, sınığı yoxdur. Sınığı bizlə birlikdə yox. Sınıq olsun. Özün bilirsən, özün müalicə elə. Nötər yanında sən həkim deyilsən, mən nəyə gətirmişəm bura? Həkim ver xəstəni verim, qalsın xəstəxanada. Sən həkim Ver xəstə niyə gəzir? Sən gətirib bu qapıdan soxmuşam, sən həkimsən, baxmalısan. Skor pomiş gətirib bura deyirsən ki, lütfü başqa yerə aparardınız. Sizin familiyanız nədir? Familiyanız deyil. Mən familiyam Qəmbərov, adım da İlham. Dostumdur, bir də nəsə olsa çəkirəm. O ixtiyar var, o jurnalist, hər yer çəkə bilər burada. Xəstəni saxlayın, xəstəxanada məşğul olun. Həkimi çağırın, saxlayaq. Biz nə bilək, xəstəni uzadasın, nə bilək, həkim gələcək yəni. Xəstəni verin xəstəxanaya. Xəstəni saxlamaq istəmirsiniz. Həkimi çağır bura, biz xəstəxana yatırıq. Həkim gələcək, xəstə gələcək. Həkim gəlsin bura sonra. Deyirəm, evdədir, lazım olsa sən yolunca gələcək. Axı sən xəstəni qoymayıbsan xəstəxanaya. Polisə gedəndə mən polislərə də bildirdim ki, siz bilirsiniz bu xəstəxanada nələr baş verir. Siz bilirsiniz ki, burada insanları diri-diri öldürürlər. Amma siz buna göz yumursunuz. Siz gedib o həkimləri, tibb işçiləri, onlara qarşı cinayət işi açmaqdansa, sadə, günahsız vətəndaşları incidirsiniz, polis bölməsinə aparırsınız, onlara təzyiq göstərirsiniz. Bir çox vətəndaş həmişə düşünürdü ki, cəhənnəm necə olan bir yerdir. Yəni orada nələr baş verir, nə olur. Əsl cəhənnəmi görmək istəyirsinizsə, durun, gedin Sabunçu xəstəxanasına. 5 dəqiqə bəs eləyər ki, siz cəhənnəmə girib çıxasınız. Yəni vəziyyət o dərəcədə pisdir. Odur ki, özünüzü qoruyun, çalışın yerli xəstəxanalara düşməyin. Çünki xəstəxanaya düşsəz, orada sizin həyatınıza daha böyük təhlükə var. Nəinki evinizdə olsaz, küçədə olsaz.